Salam. Bugün sizinle çok maraqlı bir mövzuya baş vururuq. Britaniya adasının Roma sonrası dövründən vahid İngiltərə krallığının yaranmasına qədər ki, o mürəkkəb yolu izləyəcəyik. Bəli, salam. Əsasən Kronik Tarix kanalının İngiliz krallığının kuruluşu videosundakı məlumatlara baxacağıq. Görək o parçalanmış torpaqlar necə oldu ki, birləşib güclü bir krallığa çevrildi. Həqiqətən maraqlı bir prosesdir. Fokuslanacağımız məqamlar Romanın təsiri, Anglo-Saksonların gəlişi, sonra xristianlıq, Viking təhlükəsi və əlbəttə Böyük Alfred. Hazırsınızsa başlayaq. Bəli, bugün əslində bir transformasiya hekayəsinə baxırıq, yəni Romanın gedişi ilə yaranan o boşluq necə doldu? Fərqli tayfalar, fərqli mədəniyyətlər necə toqquşdu və sonda, necə deyim, bir ortaq kimlik formalaşdı? Əsas sual budur. Bu qədər fərqli qüvvənin qarşı durma içində olduğu bir məkanda stabil bir krallıq necə yarana bildi axı? Hər şey Roma ilə başlayır, elə deyilmi? Julius Sezarın cəhdləri düzü tam uğurlu olmadı, amma eramızın 40-cı illərində Klavdi Britaniyanı Roma əyalətinə çevirdi. Bəli. Yerli Kelt əhalisi, Britonlar tədricən Roma mədəniyyətini mənimsəyir. Hətta 350-ci il civarında xristianlıq da yayılır orada. Amma sonra Roma zəifləyir. Bu gedişin təsirləri necə oldu? Romanın o tədricən geri çəkilməsi, təxminən 370-410 arası Britaniya üçün böyük bir dönüş idi. Çünki imperiyanın o qoruyucu çətiri qalxanda, ada birdən-birə həm xarici təhdidlərə açıq qaldı, həm də daxili nizam, necə deyim, pozuldu. Aydındır. Roma mədəniyyətinin təsiri azaldı, ticarət zəiflədi, ada sanki təcrid olundu. Yazılı mənbələrdə kəskin azaldığı üçün tarixçilər bu dövrü qaranlıq çağlar adlandırır. Britonlar yenidən kiçik, müstəqil tayfa birlikləri şəklində yaşamağa qayıtdılar. Deməli, bir güc boşluğu yarandı və təbiət də boşluğu sevmir deyirlər. Təxminən 449-cu ildən Almaniyanın şimalından, indiki Danimarka-Almaniya ərazilərindən Anqıllar, Saksonlar, Yutlar kütləvi şəkildə adaya köçməyə başlayırlar. Bəli. Mənbədə fərqli səbəblər göstərilir. Bəziləri deyir aclıq, ərazi axtarışı idi, bəziləri də deyir ki, Briton liderləri özləri onları dəvət edib, başqa tayfalardan qorunmaq üçün. Amma nəticə eyni oldu, düzdür. Tamamilə doğrudur. Nəticə o oldu ki, bu gəlmə tayfalar, yəni Anglo-Saksonlar, tədricən Britonları adanın qərb hissələrinə, əsasən indiki Uelsə, Cornwall'a sıxışdırdılar. Və adanın şərq-cənub hissələrində öz krallıqlarını qurdular. Kent, Wessex, Sussex, Essex, bunlar Saksonlar idi. Sonra Mercia, Northumbria, Anqıllar. Bəli, 7 krallıq deyirlər buna, heptarxiya. Bəli, heptarxiya. Əvvəlcə çox xaotik idi. Çoxlu kiçik krallıqlar, davamlı mübarizə, amma zamanla güclü tayfa başçıları ətraflarına sadiq döyüşçülər toplayıb, onlara torpaq paylayaraq krallara çevrildilər. Onların dəstəkçiləri də zadəganlara, lordlara. Feodalizmə doğru gedirik. Bəli, və adanın bu hissəsi getdikcə Anqılların torpağı, yəni Angland adlanmağa başladı. Müasir İngland adı da buradan gəlir. Maraqlıdır. Bəs bu yeni krallıqlar quruldu, amma aralarında bir birlik var mıydı? Və din faktoru. Mənbədə Papa Qriqorinin 595-də müqəddəs Avqustini göndərməsindən danışılır. Birlikdən danışmaq hələ çox tez idi. Krallıqlar arasında davamlı rəqabət vardı. Amma xristianlığın yayılması, bəli, çox mühüm bir amil oldu. Avqustin əvvəlcə müqavimətlə qarşılaşdı, amma Kent kralı Ethelbertin, onun da xanımı Frank və Xristian idi, yeni dini qəbul etməsi bir dönüş nöqtəsi oldu. Yəqin təsir göstərdi. Döyüşçü mədəniyyətinin qəddarlığına qarşı sülh, nizam, mərkəzləşmiş hakimiyyət ideyalarını təbliğ edirdi. Ortaq inanc bu fərqli krallıqlar arasında bir növ mədəni yapışqan oldu. Vahid kimlik üçün zəmin yaratdı. Düzdür, Mercia kimi güclü krallıqlar bir müddət dominant oldu, amma bu birlik hələ çox kövrək idi. Və tam da bu kövrək birlik mühitində yeni, daha qorxulu bir təhlükə gəlir. Vikinglər. Əvvəlcə 889-dan etibarən qəfil basqınlar, qarətlər, sonra isə daha böyük ordularla gəlib torpaqları tutmaq istəyirlər. Anglo-Saksonlar buna necə reaksiya verdi? Çətin olub yəqin. Çox çətinliklə. Çünki onlar hələ də parçalanmış vəziyyətdə idilər, öz aralarında çəkişirdilər. Vikinglər də bundan məharətlə istifadə etdilər.
Northumbria, Şərqi Angliya, Mersiyanın böyük hissələrini ələ keçirdilər. Demək onlar hamısını. Bəli, demək olar ki, bütün Anglo-Sakson krallıqları ya süqut etdi, ya da vikinglərdən asılı vəziyyətə düşdü. Ümidsizlik artırdı. Təkcə bir krallıq, cənubdakı Ussex müqavimət göstərməyə davam edirdi. Və bu müqavimətin simvolu Alfred oldu. Böyük Alfred 871-ci ildə taxta çıxır. Onun fərqi nədə idi? Necə oldu ki, məhz o bu axını dayandıra bildi? Axı vəziyyət çox pis idi. Alfred təkcə cəsur döyüşçü değildi, həm də çox ağıllı bir strateji idi. O başa düşürdü ki, vikingləri tamamilə məhv etmək nə mümkündür, nə də bəlkə lazımdır. Hə, fərqli yanaşma. Bəli, o fərqli bir yol seçdi. Həm hərbi müqavimət göstərdi, həm də diplomatiyadan istifadə etdi. Hətta onları sistemə inteqrasiya etməyə çalışdı. Məşhur Danegeldi, yəni vikinglərə hücum etməmələri üçün pul ödəmək taktikası buna nümunədir. Bu biraz zəiflik kimi görünə bilər, amma Elədir. Bəziləri üçün elə görünsə də, əslində Alfredə ordusunu yenidən təşkil etmək, müdafiəni gücləndirmək üçün vaxt qazandırırdı. Bu, o dövr üçün olduqca pragmatik və yenilikçi bir yanaşmaydı. Tam məhv etmək yox, idarə olunan bir sülh axtarışı. Amma bu heç də asan başa gəlmədi. Mənbədə onun 878-ci ildə qəfil basqına məruz qalıb bataqlıqmarda gizlənməsindən danışılır. Az qala hər şey bitmişdi. Bəli, çox çəkin vəziyyətə düşdü, amma qısa zamanda qüvvələrini toplayıb geri döndü və Eddington döyüşündə Viking lideri Guthrum'u məğlub etdi. Və baxın, burada Alfredin uzaqgörənliyi bir daha üzə çıxdı. Necə? Guthrum'u edam etməyi əvəzinə onu bağışladı. Hətta onun xaç atası oldu və Guthrum xristianlığı qəbul etdi. Bu, simvolik olaraq göstərirdi ki, vikinglər də bu yeni düzənin bir parçası ola bilər. Çox maraqlıdır. Alfred 886-cı ildə Londonu da geri aldı. Özünü heç vaxt İngiltərə kralı adlandırmadı, amma Anglo-Saksonların kralı titulunu qəbul etdi və faktiki olaraq gələcək İngiltərənin təməlini qoydu. Alfred təməlini qoydu, amma iş bundan bitmədi yəqin. Ondan sonra nə oldu? Krallıq tam formalaşdı mı? Alfred 899-da öldükdən sonra onun oğlu Edward, Böyük Edward deyirlər, və qızı Mersiyanı idarə edən çox bacarıqlı Etelfleda, Mersiyalıların xanımı kimi tanınır, onun mübarizəsini davam etdirdilər. Hə, ailə işi kimi. Bəli, onlar vikinglərdən daha çox ərazi geri aldılar və Wessex ilə Mersiyanı faktiki olaraq birləşdirdilər. Nəhayət, Edwardın oğlu Atelstan 925-ci ildə taxta çıxdı. O, artıq babasının qurduğu möhkəm təməl üzərində yüksəlirdi. Deməli, artıq güclüydü. Bəli, Atelstan qalan Viking krallıqlarını da tabe edərək, mənbənin də qeyd etdiyi kimi, özünü bütün İngilislərin kralı elan etdi. Beləcə, Alfredin xəyalı nəvəsi tərəfindən tam gerçəkləşdi. Vahid İngiltərə krallığı yarandı. Beləliklə, Romanın tərk etdiyi xaosdan, Anglo-Sakson köçlərindən, sonra o dəhşətli Viking hücumlarından keçərək, Alfredin müdrikliyi və nəvəsi Atelstanın qətiyyəti ilə vahid bir İngiltərə krallığı formalaşdı. Kronik Tarix kanalının videosundan götürdüyümüz bu məlumatlar həqiqətən də çox mürəkkəb bir dövrə işıq salır. Bu həqiqətən də əsrə bərabər bir transformasiya idi. Amma hekayə burada bitmir. Əksinə, yeni bir mərhələ başlayırdı. Bəs sizcə bu yeni qurulan, güclənmiş, amma hələ də yəqin ki kövrək olan krallığın qarşısında hansı yeni sınaqlar, hansı imkanlar dayanırdı? Birləşmə tamamlandıqdan sonra İngiltərəni daxildə və xaricdə nə gözləyirdi? Bax, bu barədə düşünmək də çox maraqlıdır.